Allah Təbarək və Teala mübarək Bəqərə surəsinin 195-ci ayəsində buyurur: Əuzu billah və la tulqu bi əydikum ilət təhlükə. Öz əllərinizlə özünüzü təhlükəyə atmayınız. Bu ayənin ən bariz misdaqlarından biri ehtiyat, aslılıq, narkotikə qurşanmaqdır. Bu narkotikə qurşanmaq, narkotik maddəsinə aludə olmaq, narkomaniya günümüzün həmişə olduğu kimi, məxsusən bu gündə günümüzün ən böyük faciələrindən biridir. Həm fərdi cəhətdən faciədir, həm də ictimai cəhətdən. Nəinki narkotikə qurşanmış insanlar fəqət faciə yaşayır. Yox, bunların ailələri faciə yaşayır. Bunların ataları, anaları, övladları faciələr yaşayır. Və nəticədə bütün cəmiyyət ailələrdən təşkil olur. Cəmiyyət ailələrdən təşkil tapır. Ailələr faciə yaşayanda nəticə etibarı ilə bütün cəmiyyət faciə yaşayır. Hətta gələcək nəsillər belə bu narkotikin təsiri altında dünyaya gəlirlər və mənfi təsirlər qoyur gələcək nəsildə. İslam dini, Quran-ı Kərim, Allah Rəsulü müqəddəs hədislərində, kəlamlarında və Əhl-i Beyt əleyhissalamın müqəddəs kəlamlarına nəzər salsın. Ümumiyyətlə dinimiz, şəriət dəvət edir ki, insanlar həm cismilərin qorusunlar, həm də ruhların. İnsan gərək sağlamlığın qoruya, bu vacibdir. Sağlamlığı qorumaq bizə vacibdir. Bilərəkdən özü gedəsən, təhlükəyə atasan, bu olmaz. Vacibdir ki, insan öz sağlamlığın qorusun. Ona görə Quran buyurur ki, özünüzü öz əllərinizdən təhlükəyə atmayınız. Narkotikə qurşanmaq insanın həm ruhuna zərərdir, həm cisminə. Nəinki zərərdir, insanı məhv edir, uçuruma aparır. Açıq-aşkar insanı təhlükəyə, faciəyə sürükləyir. Narkotikə qurşanmış insan təkcə öz bədənin, cismin xarab etmir. Öz ruhunu da məhv edir. Belə deyək, ruhunu da xarab edir. Ruhuna da zərbələr vurur. Nə üçün ümumiyyətlə bu narkotik maddələr, bu narkomaniya yayılır? Səbəblər nədir? Bilirsiniz də, imamların dövründə, Allah Rəsulunun dövründə narkotik maddələr olmayıbdır. Narkotik maddələr olmayıbdır. Narkotik maddələr haqqında hədis yoxdur ki. Amma ümumi şəkildə Allah Rəsulundan hədis var, İmam-ı Kazım əleyhissalamdan hədis var. O şey ki, insanı məst edir, ağlı başından çıxardır, ağla zərər vurur, haramdır. Mütləq şəkildə buyururlar. Və bu ümumi şəkildə, mütləq şəkildə hər bir şeyi əhatə edir. Hər o şey ki, insanın ağlına zərər vurur, insanı məst edir, o şey nədir? Haramdır. Ümumiyyətlə, nə üçün yaranır? Nə üçün yayılır bu? Bu xütbədə istəyirəm qısa da olsa bu məsələlərə işarə edək. Narkotikin yayılması, narkomaniyanın, bu aslılığın, pis vərdişlərin yayılmasının müxtəlif səbəbləri var, amilləri var. Kasıbçılıq onlardan biridir. Ola bilsin, insan fikirləşir ki, kasıbçılıq narkotikə səbəb necə ola bilər? Bir halda ki, narkotikin özün pulla satırlar. İzahları var. Məlumatsızlıq səbəblərdən biridir. İctimai sıxıntılar səbəblərdən biridir. Ailə problemləri səbəblərdən biridir.
işin, sənətlərin, iş yerlərinin olmaması, məhəbbətin və diqqətin olmaması, cəmiyyətdə insan özünə məhəbbət görmür, diqqət görmür. İnsanlar problemlərlə üzləşəndə çıxış yolu tapa bilmədikləri halda narkotika özü gətirə bilirlər. Və səhv yollar tapırlar. Müvəqqəti məst olurlar, müvəqqəti özlərini rahat hiss eləyirlər, amma bu çıxış yolu deyil. Ən mühüm məsələyə istəyirəm işarə edəyəm ki, narkotiki sürətlə yayır. Gənclər arasında. Onların dostlarıdır. Mən bu barədə mütaliələr etmişəm və çəkilişlərə, etiraflara, hətta narkomanların, bu pis vərdişlərə örgəşən insanların öz etiraflarından mən bu nəticəyə qənaətə gəlmişəm ki, əksər hallarda narkotik dostların vasitəsilə, dırnaqarası dostların vasitəsilə ötürülür, yayılır. İndi buradan şaxələnmə var. Gərək onları işarə eləyək. Məsələn, göstərirlər filan kəsdən 100 qram narkotik aşkarlanıb. Filan kəsdən 50 qram, filan kəsdən 2 kilo, məsələn 3 kilo, 5 kilo. Amma hesablayanda hər şəhərdə, hər ölkədə narkotik istifadəsi tonlara çatır. Tonlar lazım olur. Hər ölkədə, hər şəhərdə neçə ton narkotik istifadə olunur. Məgər kimsə hələ güya qaçaqçılıq yolu ilə kimsə hər hansı az miqdarda narkotik keçirdir, bunlardan təmin olunur bu tonlar? Xeyr. Sizlər də bunu gözəl bilirsiniz. Hamı bunu gözəl bilir. İllərdir bu davam edir hər ölkədə, hər şəhərdə bunu idarə edənlər var və hətta təəssüflər olsun ki, polislər tərəfindən, müəyyən qüvvələr tərəfindən bunlar yayılır. Mən o gün bir səhnə müşahidə elədim sosial şəbəkədə. Həqiqətən çox ürəyim ağrıdı. Gənc uşaqlar, axı onların günahı nədir? Bu uşaq ki, onun 14-15 yaşı var. Hətta 13 yaşlı uşaqlar. Hələ dünyanın, belə deyək, bərkindən, boşundan çıxmayıblar. Onların informasiyası yoxdur, onların dünya görüşü yoxdur. Bu gənclərin, gənc də demək olmur, yeniyetmə uşaqların nə təqsiri var ki, siz hələ məktəb yaşlarında 8, 9, 10-cu siniflərdən bunları aludə eləyirsiniz narkotikə. Yəni bu insanlarda zərrə qədər insanlıq, vicdan görəsən var. Bir halda ki, demək olar ki, çox asan şəkildə gənclər, cavanlar narkotik əldə edə bilir. Məgər bunu orqanlar, xüsusi orqanlar, nə polis və s. bilmir. Bunun qarşısını ala bilməzlər, ala bilərlər. Bəzən siyasi cəhətdən zalim hakimlərə sərf edir ki, gənclər, cavanlar, insanlar narkotikə qurşansınlar, fəsada qurşansınlar, qumara qurşansınlar, zina çoxalsın, qumar çoxalsın, narkotik çoxalsın, əyləncələr çoxalsın, barlar çoxalsın, gecə klubları çoxalsın, əyləncələr çoxalanda o millət ki, onun başı qarışır qumara, zinaya, musiqiyə, narkotikə, o millət ayıla bilmir ki, məni idarə edən kimdir? Mənim neftim hara getdi, qazım hara getdi, kim məni qarət elədi, kim məni idarə eləyir, mənim mənəvi hüquqlarım, siyasi hüquqlarım, fərdi hüquqlarım. Onun fəqət bir düşüncəsi olur ki, bugün o narkotiki necə tapım? Onun hədəfi odur, ona sitayiş eləyir ki, mən necə onu əldə eləyim? Artıq ümumiyyətlə düşünə bilmir başqa şeylər haqqında. Nəinki siyasi, öz ailəsi haqqında düşünə bildim ki, mənim bugün uşağım nə yiyəcək, uşaq məktəbə nə geyinəcək, onu düşünə bilmir. Fəqət bir şey düşünür ki, mən o narkotiki hardan tapım? Özləri etiraf edirlər. Elə vəziyyətə gətirib salırlar insanlar. Etiraf olunur, hesablanılır ki, ən çox
qurşanmaq vasitəsi, yəni cavanlar, gənclər ən çox dostlarının vasitəsi ilə narkotikə qurşanırlar. Məxsusən gənclər öz sinif yoldaşlarının, gəzdiyi dostlarının, ətrafında olan cavanların təsiri altına düşürlər. Ki, mən birdəm etməsəm mənə pis baxarlar. Başqalarının diqqətini cəlb etmək üçün cavan uşaqdır, gənc uşaqdır, öz, məsələn, taytuşlarının, belə deyək, ürfüdə belə deyək, öz taylarının, öz həmyaşıtlarının ətrafında ki, dolanırlar, gəzirlər. Bir-iki nəfər onu eləyir və buna da təklif eləyirlər və bu da rədd eləyə bilmir, yox deyə bilmir, utanır, hansısa səbəblərdən bir dəfə, iki dəfə nə olur? Bu da qurşanır o məsələyə. Demək, valideynlərə vəzifə düşür, indi onu deyəcəyik. İkinci səbəb ki, narkotiklərin yayılmasına səbəbdir, ailələrdə olan problemlər, boşanmalar, narkoman valideynlər, bilirsiniz də, qabaq deyərdilər ki, filan kəsin oğlu narkotikə qurşanıbdır. İndi deyirlər ki, filan kəsin qızı, gəlini narkotikə qurşanıbdır. Hətta rayonlarda, kətlərdə belə qadınlar, xanımlar arasında narkotik istifadəçiləri var. Çox dəhşət. Rayonlarda, kətlərdə. Şəhərdə olsaydı, deyərdik, bəli, şəhər yeridir. Amma kətlərdə artıq o qədər bədbəxt elədilər milləti. Rahat şəkildə kətlərə qədər bunu rahat çatdırırlar, paylayırlar. İkinci səbəb ki, narkotikin yayılmasında rol oynayır, ailələrdir. Ailədə düzgün mühit yaranmayanda, narkoman ailə sahibi, belə deyək, valideynlər, narkoman valideynlər və ailədə övlad məhəbbət görməyəndə, ancaq kobudluq görəndə, bir ailə rəhbəri ki, narkomandır, o uşağına hansı məhəbbət ötürə bilər? Bayaq dediyim kimi, ümumiyyətlə, uşaq gözündə yoxdur onun. Nə uşağına, nə ailəsinə heç bir məhəbbət duyğusu yoxdur ümumiyyətlə onun. Məhəbbət yaşaya bilmir və ötürə bilmir. Ailələr səbəb olur ki, bu ailələrdən çıxan gənclər narkotikə qurşanırlar. Valideynlərin nəzarəti zəif olur. Uşağı buraxır, uşaq çıxır, səhər məktəbə gedir. Axşam gəlir evə. O günləri mən baxıram, adamın yazığı gəlir. 15-16 yaşında uşaqlar binanın bir görünməz hissəsində bir xəlvət yer tapıblar. Durublar orada, müəyyən işlərlə məşğuldurlar. Mən baxıram onlara, 16, 15, 17 belə yaşlı, həm qız, həm oğlan uşaqlar olur. Günün gün artacaqdır ya. Adamın yazığı gəlir, şəxsən mənim ürəyim ağrıdı. Bu gənclik, bu gənc nəsil hara gedir? Valideynin nəzarəti yoxdur. Uşaq gedir saatlarla, kimlə gəzir, hardadır, universitet adı ilə gedir, məktəb adı ilə gedir, yoxdur uşaq. Bir də axşam gəlir. İndi ata öz işində, atalar var gecə saat 3-də gəlir evə. Ana da ki, bəzən analar da işləyir. Xülasə bunlar səhər-sübh çıxırlar evdən hərə bir tərəfə, axşam sağda, gecə də qayıdırlar. Uşağa nəzarət, uşaq balam, sən kimlə gəzdin, dostun kimdir, o dostun nə ilə məşğuldur, necə uşaqdır, tərbiyəsi necədir, hansı millətdəndir, siqaret çəkir, çəkmir, əxlaqı necədir, namazı var, ibadəti var, bu barədə gəlin valideynlər nəzarət edir uşaqlarına. Nəzarət eləmir, onda görsən uşaq artıq qurşanıbdır, qurşanandan sonra artıq gec olur. İndi təəssüflər olsun, vaxtımız keçir. Xütbənin bir hissəsi də bu idi ki, indi bu ictimai bəladır, qurşanırlar. Qurşanandan sonra düzdür vəziyyət çətin olur. Hər adam nicat tapa bilmir. Amma bu qurşanandan sonra qalanların ona qarşı münasibəti necə olmalıdır? İnşallah bir dəfə də o barədə gərək danışaq ki, narkotikə qurşanmış gənclərlə valideynlərinin, başqalarının münasibəti necə olmalıdır? Üçüncü səbəb psixoloji ruhi problemlərdir. İnsanlar, məxsusən gənclər cəmiyyətdə psixoloji çətinliklə, stresslərlə, gərginliklə rastlaşırlar, özünə güvən yoxdur.
İradə zəif olur və narkotikə qurşanırlar. Bir də əsas səbəblərdən biri də budur ki, rahat əldə olunur. Rahat əldə olunan şey yayılması çox asan olur. Hansı fəsadları var narkotikin? Narkotikin bir çox faciələr yaradır. Narkotikin bir çox faciəli, belə deyək, fəsadları var. Ailələr dağılır, fərdi fəsadları var, ictimai fəsadları var, ancaq mənfi fəsadları var. Müsbət heç bir şey gözləmək olmur. Qurşanmış insan maddi nöqteyi nəzərdən sürətlə zəifləyir. Qurşanmış insan onu əldə etmək üçün hər gün böyük məbləğlər xərcləməlidir. Səbəb olur ki, maddi cəhətdən, iqtisadi cəhətdən sürətlə zəifləyir. Cismi cəhətdən, fiziki cəhətdən sürətlə zəifləyir. İctimai nüfuzunu itirir. Kim narkotik qəbul edənlə normal münasibətdə? Normal insan narkomanla münasibətdə olar? Yox. Normal insanlar narkomanlara inanarlar, etibar eləyərlər, ticarət qurarlar, borc verərlər? Yox. Deməli, ictimai nüfuzunu itirir. Yaxşı, nə cür dərman olsun? Müalicəsi nə cürdür? Müalicəsi çox çətin məsələlərdən biridir. Hər ölkələrdə müəyyən, belə deyək, müalicəvi yerlər var, narkotiklər, üzr istəyirəm, narkomanlar orada müalicə alırlar. Bu öz yerində. Amma əsas məsələ bilirsiniz nədir? Əsas məsələ budur ki, qabaqcadan bunun qarşısı alınsın. Yəni bizlər məsuliyyət daşıyırıq, qabaqcadan gənclərimizin, cavanlarımızın narkotikə qurşanmasının qabağını alaq, qarşısını alaq. Əsas budur. Bizə vəzifədir, vacibdir bizlərə, valideynlərə, bizlərə vacibdir ki, qabaqcadan narkotikə qurşanmanın qarşısını alaq. Əsas budur. Bunun üçün nə etmək lazımdır? İnformasiya vermək lazımdır. Məlumat vermək lazımdır. Gəncləri ayıltmaq lazımdır. Onlara tədris olunmalıdır. Məktəb, bağçadan tutmuş, baxın, bağçalardan tutmuş universitetlərə qədər indiki dövrdə gərək narkotikin əleyhinə dərslər qoyular. Məlumatlar verirlər. Evlərdə, ailələrdə, cümə namazlarında, Hüseyniyələrdə, məscidlərdə, mühərrəmlik məclislərində artıq bu ictimai bəladır, nəhyəz-i münkər babından, fəsadla mübarizə babından bu danışılmalıdır, deyilməlidir. Ki, informasiya verilməlidir. Bir gənc narkotikin fəsadları ilə tanış olmalıdır. Və narkotikə qurşanmışların talehi onlara danışılmalıdır. İbrət alsınlar. Bəli. Növbəti məsələ ki, çox mühümmidir, iradələrin möhkəmliyi. Gənclərdə, cavanlarda iradə möhkəmliyi olmalıdır. Möhkəm iradə yaratmalıyıq biz gənclərdə. Hər iş üçün bu təsirlidir. İnsanın ibadətində, ticarətində, hər bir şeyində, məxsusən pis vərdişlərdə. Bir adamın əgər iradəsi yoxdursa, adam var illərdir bir siqareti tərk edə bilmir. O ki, qaldı narkotiki tərk edə. Amma adamlar var ki, az da olsa var belə insanlar, iradələri möhkəmdir, möhkəm iradəyə sahib olduğu üçün bir çox şeyləri tərk edir. Demək, iradələri möhkəmləndirmək kursları olmalıdır. Bilirsiniz, o qədər vəziyyət çətindir, bir çox şeyləri biz nəzərə almadan yaşayırıq. Ona görə bu fəsadların çoxu yaranır. Məsələn, gənclər ailələrdə böyüyürlər. Biz onlara müəyyən məsələləri keçməliyik, deməliyik, onları kurslara göndərməliyik. Bəli, kompüter kursuna göndərirsən uşağı. Nə bilim, dil kursuna göndərirsən, idmanlara göndərirsən, gözəldir. Bununla yanaşı uşağın mənəvi və iradəsi, mənəvi dəyərlərin, mənəviyyatının, ruhun da gərək nəzər alasan. Onun mənəviyyatını gücləndirməlisən,
onun iradəsini gücləndirməlisən, onun əqidəsini gücləndirməlisən. Bu tərəfdən iş yoxdur. O tərəfdən bəli, uşağı göndərirsən idmana və s. yaxşı eləyirsən. Sağlamlığına baxırsan, əladır, bu da vəzifədir. Amma bu tərəfdən bunun əqidəsi var, bunun iradəsi var, bunun mənəviyyatı var, bunun təfəkkürü var. Evində uşaq böyüyür, bilmirsən hansı təfəkkürə malikdir. Uşaqlar var ki, evdə böyüyür qorxaq. Çox qorxaq. Oğlan uşaqlar da qorxaqdır. Uşaqlar var ki, evdə böyüyür, çox radikal. Əsəbi. Aparsın həkimə, deyək ki, bunu gərək yatıstılar biz xəstəxanada. Ailələr var ki, evlərində elə uşaqlar böyüyür. Əsəbidirlər. Bu uşaq Allah sənə sağ-salamat vermişdi də. Biz nələrisə balansı pozmuşuq, uşaqlarda bu cür xoşa gəlməz hallar yaranırdı. İndi iradə möhkəmliyi mühüm roldur bu məsələdə. İradə möhkəmliyi bu məsələdə, narkotikdən mübarizədə mühüm rol oynayır, mühüm rola malikdir. Çox geniş bir mövzudur. Allah'ın verirəm öz izzət-i kərəminə bu narkotiki yayanları məhv nabud eləsin və cavanlarımızı bu bəladan nicat versin. Amma amini bilirəm, deyirsiniz ki, yorulmusunuz. Bugün də yordum sizi, amma bir neçə dəqiqə xütbəni bitirirəm. Gərək iki məsələyə işarə edeyim. Birincisi budur ki, son illərdə, bu aylarda bu sehyonistlər dünyada özlərindən nifrət qazanıblar. Dünya xalqları, dövlətləri nifrət edirlər bu sehyonistlərə. Hətta bunların idman klublarına belə hotellərdə həmin o getdikləri ölkədə hücum olunur. Bu da nifrətin nəticəsidir. Baxmayaraq ki, dünya xalqları sehyonistlərə nifrət eləyir bütün dünya. Amma bunlar nə edirlər? Deyirlər ki, gəlib biz sizi üçün iclas qoyacaq. İlli sehyonizm iclasızı gətirir bizdə eləyirik. Bir millət kimi adam utanır. Bir millətin nümayəndəsi kimi insan utanır. Bütün dünyada bunlara nifrət olunur. Bunlar qucaq açırlar, yer verirlər. Təqdirə layiqdir insanların, möminlərin sosial şəbəkədə bu barədə, belə deyək, boykot etmələri. Əlləriniz ağrımasın. İkinci məsələ ki, gərək onu işarə eləyəm, dünən Şeyx Sərdarın məhkəməsi oldu. Şeyx Sərdarın haqqında siz məlumatlısınız, məlumat verilib, dəfələrlə biz həbs olunanlar haqqında, ruhanilər haqqında, möminlər haqqında çıxışlar etmişik. Bu məhkəmə çox təəccüblü bir məhkəmədir. Ümumiyyətlə, Azərbaycanda məhkəmələr hamısı bu cürdür. Məhkəmə yoxdur ki, hakim yoxdur ki. Bu xütbədə şeyxin dünənki məhkəmədə çıxışına istəyirəm işarə edəm ki, sosial şəbəkələrdə yayılıbdır, sizlər oxumusunuz. Bu çıxış mənə Həzrəti Zeynəbin, Həzrəti İmam-ı Səccad əleyhissalamın xütbəsini xatırlatdı. İmam Sadiq əleyhissalamın Mənsur-i Dəvaniqiyə cavab məktubunu xatırlatdı. Və xatırlatmalıdır, çünki Şeyx Sərdar bu məktəbin yetirməsidir. Bu əqidəyə sahibdir. Bunlardan öyrənibdir. Şeyx Sərdar məhkum elədi onları. Mövcud vəziyyəti məhkum elədi, hakimlərin özün məhkum elədi. Dedi, siz hakim deyilsiniz, siz özünüz məhkumsuz. Haçan Azərbaycanda məhkəmələr, hakimlər azad olacaqsa, mən də azadlığa çıxacağam. Şərlənərək illərdir həbsdədir və bilirsiniz,
Bəzən olur ki, yəni bir çox hallarda bir adamı şərləyirlər, həbs verirlər və artıq normal həbs belə deyək, dövrün yaşayır. Amma Şeyx Sərdar 4 ildir həbs olunubdu ikinci dəfə. Birinci dəfə ki 3 il həbs olunmuşdu, o heç. İkinci dəfə ki indi 4 ildə həbs olunubdu. Bu 4 ildə bu belə deyək, həbsxana həyatını yaşamayıbdı. Ancaq qarsılar, xüsusi rejimlər, xüsusi təzyiqlər və bu məhkəmədə bu xüsusi belə deyək, rejimə qarşı belə deyək, bir məhkəmə idi ki, etiraz idi. Yenə də onu qüvvədə saxladılar. Demək, şərlənərək həbs olunubdur və içəridə də şərlənmə davam eləyir. Əsassız olaraq, sübutsuz olaraq. Şərlənmələr davam eləyir ki, yenə də vəziyyət çətinləşsin. Şeyxin də bir sözü də diqqətimi cəlb elədi. Buyurur ki, zaman göstərəcək bu xalqa xain kimlərdir, xadim kimlərdir. Çox gözəl sözdür. Zaman göstərəcək və bəsirətlər indi də bilirlər ki, xalqın, bu millətin xadimləri, xidmətçiləri kimdir? Bu millətə xainlər kimdir? Xütbəni bu sözlə tamamlayıram ki, bunlar bu sıxıntılarla, bu hüquqsuzluqlarla, zülmlə Şeyx məzlumdur, həqiqətən məzlumdur. Dünənki çıxışında qısa olaraq müəyyən məsələlərə işarə edib ki, hansı çətin şəraitdə yaşayır, belə deyək, hansı çətin şərait yaradılıbdır onun üçün orada. Hansı zülmlər olur, hansı sıxıntılara məruz qalır. Şeyx məzlumdur, amma güclüdür. Tekbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! La ilahe illallah! Onlar bu sıxıntılarla istəyirlər ki, şeyxin əzmin, iradəsini qırarlar, təslim eləyərlər. Bunu bacarmayıblar və Allahın izni ilə də bacarmayacaqlar. Allahın verirəm öz izzət kərəminə zalimləri məğlub rüsva eləsin. İnnə əhsənəl hədis və əbləğəl məvizə kitabullah əzzə və cəl. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Vəl-əsr innəl insana ləfī xusr. İlləl-ləzīnə əmənu və amilu's-salihat və təvasav bil-haqqi və təvasav bis-sabr. Sadaqallahul aliyyul azim. Vəssalamu aleykum və rahmetullahi və barakatuh.